Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sergio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. ADA Universitetinin rektoru Hafiz Paşayev, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və İtaliya prezidenti Sergio Mattarellaya yeni tikilən tədris korpusları və onların ətrafında yaradılan park barədə məlumat verib. Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq olub. İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında çıxış edən Prezident İlham Əliyev iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa toxunub. Bildirib ki, qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdə, neft təchizatına görə isə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün önəmli bir tərəfdaş olacaq. İnanıram ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. İtaliya-Azərbaycan münasibətləri beynəlxalq səviyyədə əhəmiyyətli nümunədir deyən Sergio Mattarella da öz növbəsində bildirib ki, İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən fərəhlənir. Qlobal səviyyədə çox işlər görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun üçün əməkdaşlıq aparılır deyə İtaliya prezidenti vurğulayıb. Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın 5 aparıcı ali təhsil müəssisəsi arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.